İndi gəlirik sonuncu dəlilimizə ki, bir vəhabı ağzını açıb deməsin ki, bizim əhl-i beytə məhəbbətimiz var. Yalandır, alladırlar, əhl-i sünnəni də, şiyyəni də, vallah yalan deyirlər. Dildir, əməldə, yazıda heç nə görülməyib. Çalışırlar hələ əhl-i beytdən uzaqlaşdırsınlar. Öz etiqadında ol, başqası ilə işin olmasın. Diqqət edin. Qədim kitablardan biri Muqaddəmət İbn Xəldun. İbn Xəldunun müqəddimə kitabı. Tarix haqqındadır. Tarix haqqında kitabdır. Həmən o kitabda görürüz, deməli imamlardan ta 11-ci imama qədər bunların bir alim kimi rolu da yoxdur. Yalancıdırlar, Peyğəmbərin adından yalandan hədislər uydururlar. Deməli, Muqaddimət İbn Xəldun kitabı səhifə 564 Əl-Fasl-ı Sabi' 7-ci fəsil fiqh elmi və fiqhə aid olan mövzular görürüz nədir? Və inqasaməl fiqhu fihim ilə tariqeyn. Fiqh iki qismə bölünüb. Tariqat əhl-i rəy, qiyasla, rəylə gedənlər və hədislə gedənlər. Qiyasla gedənlərin imamı Əbu Hənifə olub və hədislə gedənlərin isə imamı Malik olub. Bir qismdə fəqihlər var ki, qiyası batil sayıblar, onlar da zahiriyyədirlər. O zahiriyyələrin də imamı deməli, ənkərəl qiyas taifə minəl uləma və abtalu əl-əməl bihi və humu zahiriyyə. Kana imam hadəl məzhəb Davud ibn Ali və ibnuhu və ashabuhuma. Deməli, zahiriyyə məzhəbinin imamı Davud ibn Ali və onun oğlu olub və onların arxasıca gedənlər. Buracan bəlli oldu ki, nə demək istəyir? Fiqh bölündü 3 qismə, diqqət edin. Fiqh bölündü 3 qismə. Əbu Hənifənin, Malikin və zahirilərin fiqhi. Eybi yoxdur. Görürüz bu kəlməyə baxın. وَشَزَّ أَهْلُ الْبَيْتِ بِمَذَاهِبْ اِبْتَدَعُوهَا. Əhl-i beyt özündən bir məzhəb uydurdu. Bəyaqdan əhl-i beytin fərqləri müzakirə olunurdu. İndi əhl-i beyt məzhəbi bid'ət nəticəsində ortaya çıxıb. Uydurma məzhəbdir. İbtədəə bir şeyi uydurmağa deyərlər. Əhl-i beyt özündən bir məzhəb uydurdu və fiqh uydurdu, infərədu biha, özlərinə məxsus. Sənin məzhəbin də uydurmadır, imamların da yalancıdır, amma Peyğəmbər Səhih Müslümdə deyib ki, əhl-i beytə nə göstərin? Nəvazı göstərin. Bu misallardan yüzlərlə gətirə bilərəm. Bunların əhl-i beytə olan nəvazişi. Vəhabi ağzını açıb əhl-i beytə məhəbbətim, nəvazişim deməsin. Düzün desin, biz əhl-i beyti tanımırıq, tutardı. Başqa şey lazım deyil. Əla kullihad, Əbu Zeyd də, qeyrisi də, bunlar çalışırlar ki, cəmaatı əhl-i beytdən uzaq salsınlar və bu qeyd elədiklərimin hamısından xəbərləri vardı. Əgər xəbərləri yoxdursa da eyibdir, xəbərləri vardısa da eyibdir.